Real Madridin krizisdə olmasının əsas səbəbləri. Birinci tərəf əlbəttə ki, Florentino Perezdir. Xatırlayırsınızsa, El Clasico zamanı həmin məşhur Vinicius insidentindən sonra Perez nəinki rəsmən çıxaraq Xabi Alonsonun məşqini müdafiə etmədi. Hətta onun əlinin altında olan mətbuat vasitəsilə Alonsonun üzərində təzyiqi gücləndirdi. Hər uğursuz nəticəni məşqçinin belinə yazmağa çalışdı. Paralel olaraq hakimlərə təzyiqini davam etdi. Əlbəttə ki, hakimlər də bu təzyiqin altında rahat şəkildə sınmayacaqdılar. Onlar Reala qarşı daha sərt mövqe tətbiq etməyə başladılar. Bunun nəticəsində məsələn Celta Vigo oyunda Real futbolçuları sadəcə olaraq hakimə şikayət etdiklərinə görə 2 qırmızı vərəq aldı və bunların hamısı da əlavə olaraq Xabi Alonsonun başında partladı. Bundan sonra Xabi Alonso bir məşqçi kimi sındı və öz prinsiplərinə zidd olaraq Manchester City ilə oyuna Carlo Ancelotti'nin konspektləri ilə çıxdı. Mən nəyi nəzərdə tuturam qısa olaraq? Topsuz kompakt 4-4-2 ilə müdafiə, Vinicius'u sol cinahdan çıxararaq ona azad rəssam rolu vermək, Rodrigo'nu heyətə qaytarmaq və əlbəttə ki, dayaq yarım müdafiəçisi mövqeyində Cebalos'u meydana çıxarmaq. Bütün bunların hamısı Perezin birbaşa göstərişi idi. Biz bunu hardan görürük? Baxmayaraq ki, Real Madrid Santiago Bernabeu'da City'yə məğlub oldu. Mətbuat bu dəfə komandanın döyüşkən ruhunu, əzmini qeyd etdi və Xabinin gedişlərini təriflədi. Halbuki Real səviyyəli komandada səni yalnız o zaman tərifləyirlər ki, sən nəticə qazanırsan. Əziz madridistalar, siz bu saray intriqalarını necə qiymətləndirirsiniz və sizin fikrincə Madridi nə gözləyir? Qısa müddətli ağrıdıcı keçid dövründən sonra zirvəyə qayıdış, yoxsa bir neçə illik qara dövr? Real Madridin krizisinin çox detallı videosu YouTube kanalımızdadır. Kanalımıza keçid edərək o videonu izləməyi unutmayın.